Biləsuvar rayonunda yol qəzası baş verib. Kanal 10 TV Azərbaycan Qafqaz İnfoya istinadən xəbər verir ki, hadisə rayon mərkəzi Mübariz İbrahimov küçəsində qeydə alınıb. Belə ki, Hyundai markalı minik avtomobili Gazel markalı sərnişin mikroavtobusa çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan yolcular xəsarət alıb. Onların rayonun Xırmandalı kəndindən tarladan qayıdan işçilər olduğu bildirilir. Xəsarət alanlar rayon xəstəxanasına aparılıb. Bakıda marşrut avtobusu qəzaya düşüb. Kanal 10 TV Azərbaycan Baku Plus AZ'a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində Əhmədlidə baş verib. Bakubus ümumçiyə məxsus Bəyeydə markalı avtobus idarə etmədən çıxaraq səkiyə və ağaca çırpılıb. İlkin məlumata görə hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. Xəsarət alanların olduğu deyilir. Paytaxtın Sabunçu rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Avtosfer AZ'ın məlumatına görə qəza iyunun 21-də saat 12:00 radələrində qeydə alınıb. Belə ki, Bakubus ümumçiyə məxsus M8 müntəzəm marşrut xətti üzrə hərəkət edən 99J276 dövlət nömrə nişanlı BMC markalı avtobus, yük maşını, Gazel markalı və Toyota Prius markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən qəzaya səbəb Gazel sürücüsünün qayda pozması olub. Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.